Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost Agentliyində Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hungbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdən əvvəl nümayəndə heyəti bir saylı Dost mərkəzi burada əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onlar üçün Dost konsepsiyasına və Nazirliyin rəqəmsal xidmətlərinə dair təqdimatlar edilib. Nümayəndə heyəti ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir bu islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymət alaraq ötən dövrdə 200-dən çox mükafata layiq görüldüyünü bildirib. O, sosial islahatlar prosesində təşkilatla fəal əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycanın bu təşkilatın 59 konvensiyasını, o cümlədən 9 fundamental, 4 prioritet konvensiyasını ratifikasiya etdiyini, hazırda təşkilatın daha 3 konvensiyasının ratifikasiya imkanlarının qiymətləndirilməkdə olduğunu qeyd edib. Ölkəmizlə Beynəlxalq Əmək Təşkilatı arasında 2 layiqli əmək üzrə ölkə proqramının uğurla icra olunduğunu bildirən Anar Əliyev növbəti ölkə proqramı layihəsinin də hazırlandığını diqqətə çatdırıb. Görüşdə həmçinin Azərbaycanın 2020-ci ildə torpaqlarını işğaldan azad etməsi, ölkəmizin ərazisinin 12%-dən çoxunun Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, azad olunan torpaqlarımızda aparılan bərpa quruculuq işləri, burada icra olunan aktiv məşğulluq proqramları və s. diqqətə çatdırılıb. Jilber Hung bu Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəmizdəki sürətli inkişafın şahid olduğunu bildirib. O, ölkəmizin təşkilatla əməkdaşlığı daim genişləndirməsindən məmnunluğunu ifadə edib. Azərbaycanda həyata keçirilən sosial islahatları, əmək və məşğulluq sahələrində innovativ həllərin geniş tətbiqi işlərini maraqla izlədiklərini və müasir çağırışlara uyğun olaraq bu sahələrdə islahatların davamlı xarakter almasının önəmini vurğulayıb. Görüşdə Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iş təcrübəsinin bir sıra yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.